Əl-Cin, Cinlər surəsi Məkkədə nazil olmuşdur. 28 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Qul uhiyə iləyyə ənəhu istəmə'a nəfərun minəl cinni fəqalu inna səmi'nə Qur'anən əcəbə. De, mənə vəhy olundu ki, bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub törüyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, cənnətli və cəhənnəmli mövcudlar olan bir dəstə cin, bu Qur'ana qulaq asdılar və öz qövmlərinə qayıdıb dedilər, həqiqətən biz qəribə bir Qur'an eşitdik. Kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür. Yəhdi ilə'r-rüşdi fəəmənnə bih və lən nüşrikə bi Rabbinə əhədə. O, insanları haqqa və məqsədə doğru hidayət edir. Beləliklə, biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Bu ayədən başlayaraq 15-ci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir. وَأَنَّهُ تَعَالَى جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا. Və biz iman gətirdik. Rəbbimizin məqamı və əzəməti çox ucadır. O özünə əsla nə bir zövcə götürmüşdür, nə də bir övlad. وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا. Bizim səfihimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi ki, güya onun zövcəsi və övladı vardır. وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا. Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz. وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا. İnsanlardan bəzi şəxslər cinlərdən bəzilərinə sığınırdılar ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər. Bununla da onlar, cinlər, bunların, insanların günahını, tüğyanını və zillətini, yaxud da bunlar onların tüğyan və üsyanını artırırdılar. وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًا. Onlar, müşrik insanlar da, siz cinlər güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi bəşər üçün peyğəmbərliyə seçməyəcək, yaxud heç bir kəsi məad üçün diriltməyəcəkdir. وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا. Biz göyə qalxdıq və onu güclü nəzarətçilər və şöləli oxlarla dolu gördük. وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا. Biz əvvəllər onun, göyün bəzi yerlərində mələklərin sözünü eşitmək üçün oturardıq. Lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun puskusunda durduğunu görər. وَأَنَّا لَا نَدْرِي
أشر أريد بمن في الأرض أم أراد بهم ربهم رشدا. Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir. وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَلِكَ كُنَّا طَرَائِقَ قِدَدًا. Qur'ana qulaq asmazdan öncə bizdən bir dəstə əməli salih idi, bir dəstə isə əməli salih deyildi. Biz müxtəlif firqələr halında idik. وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا. Biz bildik ki, əsla Allahı yer üzündə onun məqsədlərinə qarşı çıxmaqla aciz edə bilməyəcəyik və onun qüdrətindən qaçmaqla əsla onu aciz, zəif edə bilməyəcəyik. وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا. Və elə ki, biz bu hidayət edicini, Qur'anı eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə öz mükafatının əskilməsindən, nə də hər zülmə uğramaqdan qorxar. وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا. Bizdən bir dəstə Allahın əmrinə təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır. وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا. Amma haqdan dönənlər, şübhəsiz onlar cəhənnəmin odunu olacaqlar, cinlərin sözünün sonu. وَأَن لَّوْ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًا. Mənə vəhy olundu ki, şübhəsiz, əgər ins və cin yolda, əqidə və əməlin düz yolunda sabit qədəm olsalar, mütləq onları bol su, maddi və mənəvi bərəkətlər ilə sirab edərdik ki, لِنَفْتِنَهُمْ فِيهِ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا. onları bununla imtihana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, Allah onu, ona qalib gələn ağır bir əzaba düçar edər. وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Məscidlər Allaha məxsusdur. İbadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən 7 üzvü, hamısı ona məxsusdur. Belə isə Allahla birgə heç bir kəsi sitayiş etmək məqsədi ilə çağırmayın. وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا. Allah bəndəsi Peyğəmbər Allahı çağırmaq üçün qalxdıqda, möminlər və müşriklər Qur'anın heyrətamiz ayələrini dinləmək üçün az qala hamılıqla onun başına tökülüşələr. قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا. De, mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi tanrılıq və ibadətdə ona şərik qoşmaram. قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا. De,
mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq qüdrətinə malik deyiləm. قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا. De, şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də ondan başqa bir sığınacaq əsla tapparam. إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين فيها أبدا. Mənim vəzifəm yalnız Allah tərəfindən tövhid, cəlal və camal məsələlərini çatdırmaq və onun risalətlərini yetirməkdir. Allaha və onun rəsuluna asi olanlar üçün şübhəsiz cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar. حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا. Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər sizi zəif və köməksiz hesab edəcəklər. Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər. قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا. De, mən bilmirəm ki, sizə vəd olunan dünya əzabı yaxud qiyamətin qopması yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət təyin etmişdir. عالم الغيب فلا يظهر على غيبه أحدا. Allah qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz. إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه ومن خلفه رصدا. Yalnız seçdiyi rəsuldan, peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən başqa. Allah onları agah edər. Allah onun önündən və arxasından mühafizəçi mələklərdən ibarət olan gözətçilər göndərər ki, mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun. ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا. Və onların öz Rəbbinin risalətlərini peyğəmbərlərə və peyğəmbərlər də insanlara çatdırdığını bilsin və əzəli elmi həyata keçsin. Allah onlarda olanları öz elmi ilə ehtiva etmişdir. O hər şeyin sayını bilir.